Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev mərkəzində yaradılan Heydər Əliyev muzeyi və mərkəzdə görülmüş işlərlə tanış olublar. Mərkəzdə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirən bir neçə ekspozisiya zalı istifadəyə verilib. Burada 1969-cu ildən 2003-cü ilə qədər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər nümayiş etdirilir. Heydər Əliyev mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, milli liderin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərin əks olunmasına xüsusi diqqət yetirilib. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. 3 mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barəsində maraqlı faktlar, foto və video materiallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı məzmun orijinallığı ilə da seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Milli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilə qədər ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır. Muzeyin şəkillərə həkk olunan ömür Azərbaycanın ictimai-siyasi həyatı, dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz bölmələrində Ulu Öndərin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqil illərdə həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Müasir texnologiyalar əsasında qurulan muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin dövlət başçıları ilə görüşlərini əks etdirən multimedia zalıdır. Burada mərkəzdə qoyulan qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və Ulu Öndərə bağışlanan hədiyyələrin fotoları əks olunur. Eyni məkanda həmin hədiyyələrin orijinalları da muzeyə gələnlərin diqqətinə çatdırılır. Bundan əlavə zalda ümummilli liderin geyindiyi hərbi formalar və kostyumlar, o cümlədən onun iş masası da sərgilənir. Ulu Öndərin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır. Mərkəzin sərgi zalları bölməsinin birinci mərtəbəsində Azərbaycan inciləri sərgisi təqdim edilir. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çox əsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir bir vasitə kimi diqqəti çəkir. Onun özəlliyini artıran ən mühüm cəhətlərdən biri tariximizin bütün dövrlərinin bir arada təqdim olunması, mədəniyyətimizin müxtəlif sahələrə dair eksponatların nümayiş etdirilməsidir. Belə ki, qədim sənət növlərinin, xüsusilə də Azərbaycan Xalçaçılıq Məktəbinin ən nadir nümunələrinin əks olunduğu sərgidə miskərlik alətləri də təqdim edilir. Qədim musiqi alətləri orijinal qaydada səsli formada təqdim edilir. Milli geyimlərin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mini Azərbaycan sərgisi zalında da olublar. Bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıtımı baxımından xüsusi önəm kəsb edir. Layihə çərçivəsində 24 tarixi bina və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır. Gələcəkdə Azərbaycanda mövcud olan daha 21 memarlıq abidəsinin maketi hazırlanacaq. Azərbaycana xoş gəlmisiniz ekspozisiya zalı isə mərkəzin Azərbaycanın tanıtımı layihələri sırasında təqdim edilir. Bu layihə ilə əslində Azərbaycana virtual tur etmək mümkündür. Digər zalda Azərbaycanın mətbəx sənəti fotoların dili ilə təqdim edilir. Burada Fransada yaşayıb yaradan məşhur Amerikalı fotoqraf Peter Lipmanın əsərləri vasitəsilə Azərbaycanın zəngin adət-ənənələr dünyasına səyahət etmək mümkündür. Ekspozisiyada Azərbaycan adət-ənənəsi, süfrə mədəniyyəti ilə foto sənətinin sintezi sərgilənir. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev mərkəzində yaradılmış ikinci konfrans zalındakı şəraitlə də tanış olublar. Mərkəzin auditorium bölməsindəki ikinci konfrans zalının ümumi sahəsi 1811 kvadrat metrdir. Hündürlüyü 7-8 metrdir. Zal müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Binada təbii dekorativ ağac və güllərdən landşaft ərazisi alınıb. Bundan əlavə müxtəlif interaktiv məlumat köşkləri qurulub. Bu məlumat köşklərində mərkəz haqqında və burada keçirilən tədbirlər, müxtəlif layihələr barədə informasiyalar çatdırılır.